Bismillahirrahmanirrahim. Laqeyd olmayın, etinasız qalmayın. Mövzumuz budur. Laqeydlik. İnsan digər insanların halına laqeyd qalmamalıdır. Nəinki digər insanların, ümumiyyətlə yerli dibli etinasızlıq pisdir. Etinasızlıq məsuliyyətdən qaçmaqdır. Cavabdeh ola cavabdehlik daşımamaqdır. İslam filosofları buyururlar ki, insan bir neçə istiqamətdə münasibətlərini aydınlaşdırmalıdır, təyin etməlidir. Münasibətlərini, reaksiyalarını, əksül əməllərini dəqiqləşdirməlidir. İslamın tələbi təbii ki, budur ki, münasibətlərini müsbətə çevirməlidir. Birincisi, insanın Allah Teala ilə münasibəti dəqiqləşməlidir. Ciddi şəkildə. Qəflətdə yox, ötəri yox. Allah Teala ilə insan münasibətini görməməzliyə vurmaq alim, aqil, müdrik, düşüncə sahibinin işi deyil. Yəni bunu nə qəbul edəsən, nə rədd edəsən, dondurub saxlayasan, bu normal deyil ki, əksəriyyət bunu eləyib. Əksəriyyətimiz Allah Teala ilə münasibəti dondurmuşuq. Nə irəli gedirik, nə geri çəkilirik. Geri çəkilmək təbii ki, pisdir, amma irəli də getmirsən, geri də çəkilmirsən. Nə özün bu yolu gedirsən, nə yolu gedənlərə imkan verirsən. Allah Teala ilə münasibəti dondurmaq doğru deyil. Müsbətə doğru dəyişməlidir. İnsan Allah ilə münasibətini düzəltməlidir. Allah ilə küskün vəziyyətdə qalmağa davam etməməlidir. Barışıq olmalıdır. İkincisi, insan digər insanlarla münasibətini tənzimləməlidir. Digər insanlarla aralarında olan münasibətə ciddi yanaşmalıdır ki, mən insanlara necə baxıram? İnsanlar mənim üçün kimdirlər? Mən onların rəftarlarına necə reaksiya verməliyəm? Onlar çətin durumda olanda nə etməliyəm? Onlar asan durumda olanda nə etməliyəm? Onlara hörmət etməliyəm, ya onları bir sürü kimi görməliyəm, bir avam kütlə kimi görməliyəm. Onlara önəm verməliyəm, ya onları cahil, savadsız, qara güruh kimi görməliyəm. Hansını etsəm, nə nəticə verəcək? Bu çox mühümdür. Mən insanlara necə münasibət bəsləsəm, nə nəticə verəcək? Üçüncüsü, insan ətraf mühitlə münasibətini tənzimləməlidir. Bu da İslamın tələbidir. Təbiətlə münasibətini tənzimləməlidir. Heyvanlarla münasibətini tənzimləməlidir. Su ilə, torpaq ilə, hava ilə. Məsələn, israfa yol verməmək kimi. Yəni, bəzən biz, istər möminimiz, istər qeyri-möminimiz, bəzi işləri haram hesab etmirik, əslində isə haramdır. Qadağan hesab etmirik, əslində qadağandır. Sudan istədiyimiz kimi istifadə edirik, sanki belə də olmalıdır. Amma olmaz. Su insanların müştərək sərvətidir. Mənim ixtiyarım yoxdur, çox istifadə edim, başqası az istifadə etsin. Ümumiyyətlə, bu təfəkkür tərzi ki var, mənim ixtiyarım yoxdur, bu yəni heç kəsə polis təyin olunmayıb ki, insan israf etsin, etməsin.
Mənim ixtiyarım yoxdur, yəni mən heç kəs görməyəndə də bunu etməməliyəm. Biz elə düşünürük ki, bizim cavabdehiliyimiz ictimai cavabdehlikdir. Yəni bu qərbdən gələn əxlaq təfəkkürüdür, əxlaq nəzəriyyəsidir ki, insanın əxlaqı digər insanlara görə tənzimlənir. Əgər digər insanlar olmasa, əxlaqsız da yaşamaq olur. Bu doğru deyil. İnsanın əxlaqı Allaha görə tənzimlənməlidir. Ümumiyyətlə, insanın əxlaqı idraka görə tənzimlənməlidir. İnsan ləyaqətinə görə tənzimlənməlidir. Tək olsun, ya tək olmasın, fərqi yoxdur. Yaxşı olmalıdır, pis olmalıdır. Ona görə də insan ətraf mühitlə də münasibətini tənzimləməlidir. Təsadüf deyil ki, dinimizdə vəhşi heyvanları heç bir məqsəd olmadan, əyləncə məqsədilə ovlamaq haramdır. Hətta bir nəfərin tutalım balığa ehtiyacı yoxdur, elə əsəblərini sakitləşdirmək məqsədilə gedir balıq tutmağa. Buyurur ki, o səfərdə sən namazını da tamam qılmalısan, çünki Allah sənin səfərini səfər kimi qəbul etmir. Sən haram səfərə çıxmısan. Ehtiyacın var, heç get tutama ehtiyacın yoxdur, ovlama. Ova gedirsən, görürsən ki, münasib bir ov olmadı, çöldəki tülkünü, qarğanı, qartalı ovlamaq haramdır, olmaz. Nəhayət, dördüncü insan özü ilə öz münasibətini tənzimləməlidir. Etinasız qala bilməz özünə. Biz özümüzü sevmirik. Bu çox böyük problemdir. Peyğəmbər sallallahu aleyhi və aleyh buyuranda ki, insanın ən böyük düşməni özüdür. Biz bu hədisi çox təhlil etmirik, çox analiz etmirik və qəflətdə saxlayırıq özümüzü, dondurmuşuq özümüzlə münasibətimizi, özümüzdən qorxuruq. Bizim ən böyük cəzamız tək adamlıq kameradır. Niyə? Çünki özümüzdən qorxuruq. Özümüzlə qaldıqda əzab çəkirik, gərək yanımızda birisi olsun. Özümüzdən vahimələnirik. Bu doğru deyil. Özümüzlə dost olmalıyıq, özümüzü sevməliyik. Biz imkan verməməliyik ki, bizi cəhənnəmə atan, bizə əzab verən işləri görək. 4 istiqamət. 1. İnsan və Allah. 2. İnsan və digər insanlar. 3. İnsan və təbiət. 4. İnsan və insan özü. Peyğəmbər sallallahu aleyhi və səlləm bu 4 istiqamətdə həqiqətən şedevr əxlaqa malik idi. Allah ilə münasibətdə hər nə qədər ibadət edirdisə, sonra deyirdi ki, ilahi sənə layiq olmadı. İnsanlarla münasibətdə bir hədis kifayət edər. Onunla görüşən hər kəs ondan ayrılanda deyirdi ki, məni bu həyatda ən çox istəyən Peyğəmbərdir. Mən bu münasibəti gördüm ondan. Ətraf mühitlə münasibətdə hər bir əşyaya möhtərəm bir ad qoymuşdu. Əsasının bir gözəl adı var idi, kasasının bir gözəl adı var idi, dəvəsinin bir gözəl adı var idi, nə bilim, həvəsinin bir gözəl adı. Hər şeyə bir gözəl ad qoymuşdu, hörmət eləyirdi. Çünki hamısı Allahın yaratdıqlarıdır. Təbiətin nümunələri. Hədis var ki, nahaq yerə, yəni məqsədsiz yerə çöldəki bir otu biçmək, bir ağacın budağını sındırmaq, bir mələyin qanadını sındırmaq kimidir. Çünki mələklər insanlığa xidmət etdiyi kimi, o ağacın budağı da insanlığa xidmət edir. Onu qoparmaq, onu məhv etmək doğru deyil, israf doğru deyil. Peyğəmbər sallallahu aleyhi və aleyh hörmət edirdi. Peyğəmbər sallallahu aleyhi və aleyh özünə çox hörmət edirdi. Özünə yaraşdırmırdı insanlığa yaraşmayan hərəkətləri etməyi. Özünə yaraşdırmırdı ləyaqətsiz hərəkətlər etməyi. Etinasız deyildi, laqeyd deyildi. O yerdə ki, bizə tapşırılıb laqeyd olun, biz laqeyd deyilik. O yerdə ki, bizə tapşırılıb dinimiz tərəfindən biz əmrə qulluq etmirik. Bizə deyilib ki, dünyaya laqeyd ol. Dünya malına, dünya sevgisinə.
dünya arzularına çox etina eləmə, çünki onlar səni uçuruma aparar. Biz tamamilə etina edirik dünya sevgisinə, tamamilə dünyanın qayğısını çəkirik. Ümumiyyətlə, bu mövzunun əleyhinə danışanları rədd edirik ki, siz rədd olun, siz dünyaya zidd insanlarsınız, dünyəviliyə zidd insanlarsınız. Ad qoymuşuq, dünyəvilik. Dünyəvilik adı qoymuşuq. Yəni, biz dünyəviyik. Yəni, Cənab-ı İblis, biz səndənik. O yerdə ki, bizə deyilib laqeyd olmayın, orada laqeydik. Bizə deyilib insanlara laqeyd olmayın. Peyğəmbər sallallahu aleyhi və səlləm cəmaat namazında insanları hazır qayıb edirdi. Yəni, bir soruşurdu ki, filan kəs gəlib səhər şükür, filan kəs gəlib, hamını soruşurdu. Gəlməyən olanda namazdan sonra səhabələrini götürüb gedib baş çəkirdi, ya xəstə idisə baş çəkirdi, problemi var isə həll eləməyə çalışırdı. Laqeyd deyildi. Hədis var ki, bir şəhərdə əgər bir xəstə dərman tapmadığı üçün, dərman almağa vəsait olmadığı üçün ölsə, bütün şəhər qatil sayılır. Əl-ələ verib onu öldürüblər. Ölünməsinin qarşısını ala bilərdilər, amma almadılar. Çünki müsəlmanın harayına cavab vermək vacibdir. Və bu arada o insanlar ki, insanların bu etibarını, inamını sarsıdırlar, onlar da qatil sayılırlar. Məsələn, sosial şəbəkələrdə yalandan götürüb hesablar açırlar, yalandan yardımlar istəyirlər, yalandan uşaqların şəklini qoyurlar və nəticədə o doğrudan ehtiyacı olanlara da köməyin qarşısını alırlar. Ümumi sosial suizən yaradırlar, bədgümanlıq yaradırlar. Bu da dəhşətli cinayətdir. Yəni, bunlar 5 günlük dünya malı üçün kimlərinsə ölümünə səbəb olurlar. Bais olurlar, kimlərsə inanmasın köməyə ehtiyacı olan insanlara. Yoxsa insanlar kömək edərlər. Etinasızlıq, mövzumuz etinasızlıqdır. Bizə tapşırılıb, dünyəvi arzularınıza laqeyd olun, qayğısını çəkməyin, etinasız olun. Biz 450 yapışmışıq arzulardan. Bizə tapşırılıb, insanlara laqeyd olmayın, özünüzə etinasız olmayın, Allaha laqeyd olmayın, ətraf mühidə laqeyd olmayın. Biz orada başlayırıq laqeyd yanaşmağa, etinasız yanaşmağa. Su israf oldu, eybi yox. Yanacaq israf oldu, eybi yox. Ömrümüz israf oldu, eybi yox. Yəni, biz din içində bir din yaratmışıq və fəxr edirik bu dinimizlə. Bizim bu dinimizdə bizə tənqidi yanaşmaq olmaz, etiraz etmək olmaz, onun da cavabını veririk. Yəni, biz xülasə eləsək, özümüzə qarşı laqeydik. Bizim öz xoşbəxtliyimiz bizə maraqlı deyil, mühüm deyil. Biz Allah'ı unuttuğumuz üçün Allah da bizim xoşbəxtliyimizi bizə unutturub və başlamışıq bədbəxtlik uğrunda mübarizəyə. Burada bir neçə iş aparırıq. Birinci işimiz budur ki, bizi bədbəxt edən bu dünyəvi arzular ki, daim bizə depresiya yaşadır. Çünki çatmırıq arzularımızın hamısına. Arzularımızın hamısına çatmadığımız üçün narahat oluruq, nigaran oluruq, depresiya yaşayırıq. Yenidən təcrübə edirik, yenidən başlayırıq, yenə də alınmır, yenə də ta qocalıb ölənə qədər. Biz bundan əl çəkmək istəmirik və burada bir neçə istiqamətdə iş aparırıq. Bir, var qüvvəmizi, dünyamızı da, ömrümüzü də, axirətimizi də sərf eləmişik bu arzulara çatmağa. İki daha pisdir, ikincisi daha pisdir. Heç kəsin ixtiyarı yoxdur bizə etiraz eləsin. Heç kəsin ixtiyarı yoxdur əks mövzudan danışsın. Ümumiyyətlə, şeirlərə, ədəbiyyatda gəlin arzularımızdan yazaq. Arzu gözəldir, bir şərtlə ki, ümid olsun. Ümid odur ki, bir iş görürsən, nəticə gözləyirsən. Arzuluysan ki, nəticəsi olsun. Amma boş arzu budur ki, heç nə eləmirsən, deyirsən, inşallah yaxşı olacaq. Və ya eləyirsən, məsələn, hədis deyir ki, dünyanın bir xasiyyəti var, Allah Teala dünyaya buyurub, kim sənin dalınca, bütün fikri zikri ilə sənin dalınca qaçırsa, ondan uzaq ol. Onu məşğul elə, heç nəyə də çatmasın. Kim sənə etina eləmirsə, onun qulluğunda ol. Allah Teala belə əmr edib dünyaya. Biz bu hadisi qəbul etmirik, buna etinasız yanaşırıq, buna laqeyd yanaşırıq. Bizim bütün fikrimiz, zikrimiz, dünyəvi ləzzətləri kamil şəkildə almaq
İkincisi də bizim bu ideyamıza qarşı çıxanlara qarşı mübarizə aparmaq. Heç kəsin ixtiyarı yoxdur bizə qarşı bu barədə moizə oxusun, nəsihət versin, ağıl versin, tənqid etsin. Hərəyə bir cavab verib, bədbəxtlik yolunda sürətlə irəliləmək arzusundayıq. Amma Allah Teala bizi xoşbəxt eləmək istəyir. Allah Teala buyurur, mən sizin bədbəxtliyinizi istəmirəm. Sizə zahirən xoş görünən sizə ziyan ola bilər ki, ziyandır da. Bunun misalı da, nümunəsi də var. Xəstə var ki, çox xoşlayır turşu yesin, amma mədəsinə ziyandır, həkim deyir, yemə. Xəstə var ki, çox istəyir şirin şeylərdən yesin, həkim deyir, şəkərin var, yemə. Bizim dünyamız da belədir. Biz çox istəyirik ki, dünya bizim olsun. Allah buyurur, eləmə, zərərdir, məhv edəcək səni, öldürəcək səni. Biz Allaha qulaq assaq xoşbəxt olarıq. Və bunu öz təcrübəmizlə yaşamağımız səfehlikdir. İdrak işi deyil. Çünki ömrümüz o qədər deyil ki, bir dəfə təcrübə edək, sonra gəlib yaşayaq. Allah bizi öz şərrimizdən qorusun.